Deməli, Şəfail müəllim burada deyir ki, 2 qat mayalamada iştirak edən hüceyrədə xromosom sayı 52-yə bərabərdir. Baxın, bu Rüşeym kisəsidir, düzdür? Rüşeym kisəsində bilirsiniz ki, 2 qat mayalama prosesində 2 dənə spermlər gəlir, bir dənə mərkəzi hüceyrə olur, kənarda da 3 dənə bu qütbdə, 3 dənə də bu qütbdə hüceyrə olur. Deyir ki, mayalamada iştirak edən erkək gametlərin xromosom dəsti 16-dır. Biz də bilirik ki, 2 ədəd spermi gəldiyi üçün demək 8-8 gəlibdir. Düzdür? 2 dənə spermi gəlir. İkisində birgə 16-ya bərabərdir. Demək 8-8. Deməli, mayalamada biz bilirik ki, 2 qat mayalama prosesində bir yumurta hüceyrə, mərkəzi hüceyrə və 2 dənə də spermlər iştirak edir. İndi bu 16-nı verib bizə, bunlar qalıbdır. Cəmidə deyir ki, mayalamada iştirak edən hüceyrələr 52-yə bərabərdir. Onda biz 52-dən 16-sını çıxaq, necə qalır? 6B, 4-dən də birin 36B. Deməli, buradakıların payına 36 dənəsi düşəcək. 52-si mayalamada iştirak edən, cəmi iştirak edən hüceyrədə xromosom sayıdır. 16 spermlərin payına düşürsə, deməli 36 bu mərkəzi hüceyrənin yumurta hüceyrənin payına düşəcək. Mərkəzi hüceyrə bilirsiniz ki, diploid xromosom dəstidir, 2N-dir, yumurta hüceyrə də haploiddir. Yəni 2N plus N bərabərdir, yerdə qalan 36. Bu deyilir 3N bərabərdir 36, N də bərabərdir 12. Demək sizin haploid xromosom dəstiniz 12-yə bərabərdir. Yəni burada 12-dir, demək bunun bu hissəsi 24-dür, diploiddir. İndi siz bunun hamısını toplasanız, doğrudan da 52-ni alasınız. İndi sizə deyir ki, iştirak etməyən hüceyrələrdə. İştirak etməyəndə, bunlar iştirak edənlərdir də, düzdür, Rüşeym kisəsində, bu da spermlərdir. İştirak etməyən bu qütblərdəkilərdir. 12, 12, 12, 12, 12. Yəni 1, 2, 3, 4, 5 dənə hüceyrə 2 qat mayalama prosesində iştirak etməyənlərdir. Onda 12-ni də biz 5-ə vursaq, 60-ı almış olacağıq.